لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Sual verilir ki, valyuta alıb satmaqda onlar olmazı varmı? Yəni, ümumiyyətlə, bunu iş kimi götürməyi, tərk etmək daha yaxşı olar. Pulların dəyişdirilməsi. Yox, əgər insan artıq onunla məşğuldursa, orada düzgün olan formaya diqqət yetirilməli, yəni nisyə olmaz. Əgər dollarla manat dəyişirsə, əlbəl olmalıdır. Əlbəl. Yəni, deyə bilməz ki, sən mənə ver, mən indi evdən gətirib gətirirəm və yaxud da başqa maşından gətirirəm, pulu bu olmaz. O gətirməlidir, verməlidir və sən də götürməlisən və ona dəyişməli. Yəni, bu bir əlbəl olmalıdır. Əgər əlbəl olmasa, yəni bu haram olur. Necə ki, qızıl və gümüşdə olduğu kimi. Qızıl və gümüşdə olduğu kimi Peyğəmbər sallallahu aleyhi və səlləm buyur, hə-ən və hə. Mislən bi misl, yəni eyni ilə olmalı və əlbəl olmalıdır. Əgər qızılla qızıl olarsa, gümüşlə gümüş. Amma fərqlənərsə qızılla gümüş, onda orada kilo və yaxud da qram fərqində bir problem yoxdur. Amma əlbəl olmaq şərti yenə öz qüvvəsində qalır.